Məni izləyənlər artıq bilir ki, mən tabelliklə işləyirəm. Buna görə də təzə sifarişlərim gəlib. İstəyirəm ki, sizlərlə bir yerdə açam. Bu türklərin o ləkə sihirbazı deyirlər. Hər yerə vurursan, ləkələri aparır. Ondandır. Tabellikdə də varmış bundan. Zakaz elədim. Görək necə olacaq. Və 2 dənə duxu sifariş vermişdim. Bu duxunu dayım alıbdı. Yəni bunu açmayacağım. Qoxusunu da bilirəm. Keçən dəfə problemini də təzələmişdim. Bu isə yoldaşım üçün almışam və qoxusunu çox bəyəndim. Bilməm istifadə eləyən olub aranızda yoxsa yox. Mənim yoldaşım duxunu hədsiz çox istifadə edir. Yəni hansı milli verirsən ver əlinə. Bir həftəyə 10 günə qutarır da. Ona görə də münasib qiymətli duxulardan istifadə edirik canlarım. Neyse. Bu mini bir Faberlic açılışı oldu. Ve burada başka ne var? Başka vitaminim var. Yeni bir vitamin almışam. Vetanura. Ne bileyim neyse. 2027-ci ilə qədər sroku var. Bilirsiniz ki, mən bəlkə 4 ay bundan əvvəl analiz vermişdim və məndə bu vitamin D'nin azlığı çıxmışdı. Ancaq ki, tənbəl Azərbaycan insanı olaraq getməmişdim almağa. İndi axır ki aldım. Yayın ortasında vitamin D alıram. Qışda yadva düşərdi də bu. Neyse axır ki, belə. İnşallah təbii ki, ən böyük arzum odur ki, canıma yarasın və canımdakı bu yorğunçuluq çıxsın canımdan. Belə. Dərmanın tərkibində yazılıb ki, tərkibində qoruyucu və dadlandırıcı yoxdur. Yəni, bu əgər həqiqətən də özünə uyğundursa tərkibi, çox keyfətli bir şey oxşuyur. 20 manat 60 qəpik pul vermişəm buna. Duxusu var, olmaya xeyri olmasın. Və Faberlicdən 58 dənə belə klok göndərirlər. İnanın da klok əlindən tərpənməyə yer yoxdur. Özü kloklar da ödənişli olan vəbşi gözümə girirlər də əsəbləşirəm. Deyirəm, nə məcburda axı, mən bu qədər bloka pul verirəm. Neysə, onları yığaq hələlik bura. Bu blogerliyə girişəndən bəri, inanırsınız, o qədər şey alıram. Yəni, ev doludur zirzibilindən də. Niyə zirzibil deyirəm? Çünki hədsiz çox deyir. Yəni, krem mi deyim, dodaq skrabı mı deyim, sonra güneş kremi. Nə bilim, milyon dənə şey var da evdə. Bəlkə də çoxunu da istifadə eləmirəm. Bu məsələn ağardıcı kremdir. Həm qırışıq əleyhinə, həm ağardıcı, nə bilim. Hər çeşiddə yəni istifadə etdiyim, etmədiyim məhsul var. Bu gözaltı patçidir. Bunu elə alandan 2 dəfə istifadə eləmişəm. Cəmin. Sonra bacılar sizə başqa nədən danışım. O qədər şey var ki burada, yəni lazımsız. Qaş xınası bir dəfə istifadə elədim. Paton. Bu uşağın şampunudur şey üçün. Penada, yəni vannada çöpü üçün bunu heç istifadə eləməmişəm. Yəni aldığım gündən də orada qalıbdı. Sonra bu gözaltı üçün qırış əleyhinə, həm də ki ağardıcı effekti verən bir şeydir. Yəni ki bir insanın evində ola biləcəyi maks nə qədər məhsul var. Demək olar artıq o qədər varımızdır. Bu damar üçün olan şeydir, kremdir. Həm damar, həm belə ayaq ağrılarına falan xeyirdir. Bu da güya ki masaj eləmək üçün istifadə etdiyim məhsuldur. Həqiqətən də əslində masaj üçündür. Yəni, mən tənbəl bir olduğuma görə istifadə eləmirəm. Bu da təzə aldığım pilkamdır. Qoyum da təqdim edeyim də sizə. Neysə qızlar, evdə hər şey var. Amma istifadə eləyəm. Tənbəllik başladılarsınız ki, belə yorulam. Bu isə Torlun analizidir. Impuls klinikantısını da vermişəm. Bu günləri çıxdı cavablar götürdüm. Biraz vitamin D-sində əskiliyi var. Yəqin ki, buradan həkim olanlara səslənir. Vitamin D-sində əskiliyi var və kalsiumu da normal görünür. Bir də qanı biraz aşağıdır. Ümumi qan dəyərlərinə baxdılar. Dedilər ki, normaldır. Biraz yüngülcə qanı aşağıdır. Bir də vitamin D-si yoxdur. Ümumiyyətlə, Azərbaycanın genel problemi. İndi ona da müalicə yazmalıdırlar. Görək nə olur. Hələ sizə gəlin bu şkafı göstərim qızlar. Bir gün buranı yığarıq bir yerdə. Bura baxın. Elə bir bomba atıqlar bura. Yəni bildiyin o şeye dönmüşəm. O virüsdən alır yığır bax onlara.
Bax, buna havalandırıcı, qoxulandırıcı diyor bunlar. Temudan zəfə demişdim. Artiklərin sayı hesabı yox. Sonra flash kart. Burada ana balanı tanımır da yəni. Hələ buna bax. Üz üçün maska. Bədbəxtin balası Allah bir neçə vaxtı buradadır. Güya ki nə deyirlər, mikrofon almışam qalıb buradan. Çox bu xərcləyirəm, sonluqlar fikir verirəm özümə. Hədsiz çox bu xərcləyirəm. Bu da mikrofon idi. Amma yazıq rəhmətliyin başı yoxdur. Burada da nömrə kartlar, oyan buyan belə şeylər. Yəni də nə istəsəz axtarıb tapa bilərsiniz mənim şkafımda. Burada da eyni ilə vəziyyət heç ürəyəsən deyil. Burada da eyni ilə. Şkafım pösə ağzım bağlamışım ki, sağ ola sakit. Qapısı bağlı qalsın. Ya, bura yaxşıdır, bura yenə irabətdir. Bu birisilərlə müqayisə. Hələ bu birisini açın. Burada yəni bərabər dizin. Neysə də qızlar belə. Bir dənə evimizdə sərgəl duran budur. Bunu da o vaxt istəyirdim uşaqlara verəm bu qabı. Sonra nəsə elə verərəm, bugün verərəm, səhər verərəm deyə qaldı. İndi deyirəm elə yaxşı ki verməmişəm, görsən qalıbdır. Temunun aksesuarlarını yığıram. Bu bədbəxtlər də ki alınmışdı ki içinə pambıq, nə bilim qulaq çöpü falan qoysun. Hələ ki gözləyirlər, nə vaxtsa inşallah alıb yığacam içindəkiləri. Bilirsiniz, almağa vaxtım var, amma istifadə eləməyə vaxtım yoxdur. Həqiqətən də elə deyil, sonluqlar çox. Hədsiz çox vaxtsız, vaxt azlığı yaşayıram. Bu isə mənim işığımdır, Temudan zakaz elədim. Yəni bunu mən hələ ki istifadə eləməmişəm də. Görək nə vaxt işlədəcəm. Deməli, Torul bəyin yeni quşqasıdır, atası alır. Bizim evdə maşın əlindən tərpənməyə yer yoxdur. Çünkü bizim o putlu maşınımız zayıf da indirici qutadı. Onun üçün atam mən təzə maşın aldı. Olmaz ya bu qədər maşın olmaz. Görəyim bu necə işləyəcək. Görəyim, görəyim. Bax, çıxart görək. Əlim üstünə açma. Aç. Bak. Çəkəlim. Dartını arxadan tut, dart çıxardım. Çıxdı maşın. Çıxsan buradan, çıx. Şimdi sıkışmış ya. Deyən, sıkışmayıb, deyən. Neysə bağlantı olur buradan. O nədir, aç görək, o nədir? Get mənə kömək edim sən. Bu bir bateriyanın üçündür. Deyən, dartma, elə çıxmayacaq, deyən. Bir baterya mı? Buna dönmüşdüm. Ay bu toklandı. Deyən. Aval arxasında yer var, get bura mən açım. Bunu açalım. Gözlə, tarasma. Yaman belə uzun dərək şoxşadır, deyən gerək bu nədir? Oradan aç onu. Bu Niyə belə açıldı? Bu bir tok maşınıdır. Tok. Bu bir şeyləndir. Nədir? Toklandır. Bu demək ki bir başqa Bura maşın. hardan bağlanır? Yandırdı ışığı. Yandırma ışığı yandırdı. Deyəndə tarasma. Basma onu. Ona basma. Küsüm. Ne diyorsun? Get mənim tripodumu gətir. Tripod nədir ki? Telefon saxlayanma. Onu qoyun bir qırağa, ən sonra bunu düzəldim. Yataq otağına bax. Gətir. Ama yavaş ya. Uy. Deldirdim bunu. İşte tripod. Sen birazcık daha açarsın sonra. Sen açacaksın. Telefon neydi? Sonra batarya kalırım ben. Get bura. Açıram, tələsmə. Sana da hadi. Seni şapalık. Artıq danışsın.
Onlar sen demiyorum. O başka sözdü. O başka sözdü. Lazımsız söz O, istifadə o etsin. verirsen de sözdü. Sözdür. O sözü ben de bilmiyorum ne Bu sözdü. sonda niyə danışırsan? Sözü. Madem ki bu sözün Aa, mənasını bilmirsən. açıldı ki. Açmıyordu, eviyordu. Görək. Bu buradan dayan. Tələsmə görək bu buradan. Aa, bu çıkır. Ay baba dayan dur. Aa, xodatdım maşını, xodatdım. Lan. Yeni sıkılıyor. Çıktı. Şimdi Bu hara girir yaxşı. o bilmiyor. Aa, bu ışıqdı bak. Aa, buna basanda ışığı yanır. Bildim o hara girir indi və O hiçbir, o heve. sürünür belə. Ha. O ışıqdı. Kopatma. Məncə bu buradan çıxmalıdır. Get qoy bunu da çıxardı. Onu kapağını çıkar. Gözümden değil. Dayan tələsmə. Aralı dur. Biraz da ağzımın içində dayan. Bu da toğru. Of. Bu da belə. Batarikasız. Şimdi batarikaya takacağız. Nədir qoşurlar bu? Onu batarika takanda koşulacak. Hardan bilsən baterika takmaq lazımdır? Bunu açsan onda koşulacak. Aç da bas bunu. Amerikanı yeni kəşf edirik. Ya bu necə açır? Boş telefonu gətirək. Bu da çağızdı. Açdım. Şey. Abi de baterikanı tak önce olsan. Qoy açsın da bir imkan ver açsın bağlayıram. At oynama. İşte o necə takacaksınız. Hiç anladım ben. Aç. Tak onu bura. Bakayım şunu. Necə takacağım bunu? O birisini də ver. Benim bu baterikasız. Bu baterikasızdı. Şimdi işleteceğiz. Ona göre. Şunu arkaya çevireyim de. Get baterikalarından gətir. O birisi otaqda olmalıdır. Ondan birisi de vardı. Nə qədər var gətir. Ürəyim çəkildi. Gətir. Mən sənə deyəndə ki, evdə batareya var, dirəşirsən ya adamı. Bunlar bir şey tabii ki. Ne istiyorsan benden sen. Buna... Oy Allah, ürəyim çəkildi. Yaşım bu be. Bak yaştı. Yaxşı. Şimdi seni atayım. Hayır. Evet. Hayır. Buradan bağladıq. Demək bu qoşuldu. Şimdi buna çekmeyiz. Bunda batarya şey var. Necə qırma da gətir bura. Tamam. Hələ mənə çatmış bu batareya nədir yaxşı burada əlavə. O batarya demek ki. Tələsmə, sürətli hərəkət etməyə çalışma. Ben de bir şuna bakayım. Görün başka ne içinde var. Başka hiçbir şey. Bu bomboşta. Oh. Bu ne demekti? Açma tuşuymuş. Kabağa git. Ana bunu necə şaşıracaqsan? Neydi o? Aha. Buradan da başka bir şey çıktı. Bu batarya kaçında? O batarya kaç? Ama onun içinde. Peki. Bunu da buradan ta. Gördün mü? Demişəm də sən bu toklandı. Doğru. Çok danıştın Allah. Yorulmuşam işten gelmişim. Sen de bir yandan danıştın. Error veririm.
bayağı gördüğüm şəkil var. Baş şəkil bu gecə sürətlə Bir qaranlıqda. tok vurup uçurdacaq bizi köy. Nə bu? Çörək Bu bu nə? gecə sürətlə gedə bilmək üçün maşındır. Tonla bir qırmızı ışığı var ya. Christopher Columb Amerikan kəşfində bu qədər əziyyət çəkməmişdi. Mən əziyyət çəkirəm. Bildim də. Şimdi Dayan görək, hələ bir qutaraq. iş qutaraq. Elə sraz da xoda düşürük, bildi də da. Xoduq. Ha, bağlamamışsın. O birisləri də bu günə qoymuşsan, ona görə sınıb hamısının ağız yeri. Nəyin? Pultlu maşınların nəyin olacaq? Hamısını bağlanan yeri sınıbdır. Niyə? Çünki sən açanda imkan vermirsən düzəməlli bağlansın. Ondan sonra sınır tökülür. Aralı dur biraz. Xodat bunu. Ha bir də Bir sürgün olsun da. Nə olub? Belə bir birinci dəfədir maşındır. Gətir görək bura. Orxasıca sürüdüyü nədir lan? Bu nədir içində? Bu burada niyə var? o başqa bir şeydir. O ışıq yanandır. Bu burada belə qalacaq, elə hə? Ha. Yemədə heç bir şey yemə. O görək bu nəsə başqa şey deyirsən. Bax, indi bu nə deməkdir? Bunu söndürdün, ışıqlar. Görüm hardadır bu söndürmə ışığı. Nasıl Maşın söndürdün? qırağından niyə İndi çıxsın? bax, buradan bax. Gördün mü? Yaxşı. Yanan şeydir. Dedim bu ya, hər şeyi kəşf eləyir düşünürəm. Da bunun üstünə. Mənə bax, bu başqa cür da. Bunun zaryadkası qutardı, bu işləməyəcək. Yəni ona görə nəzərə al. Sür bu yana görüm, arxaya sür. Uy. Sürətli gedir. Sür arxaya. Güzel. Dala sür, dala. Ver bura. Bildim ne yapacağımı. 20 dəfə çırpandan sonra yəqin gətirəsən bu tərəfə. Ay. Şimdi. Ged əlinlə götür. Oo. Tamam. Ay, sıkıştı bu da. Sənə deyirəm ki, o şunları götür qoy onun üstünə. Şunu koyalım o zaman. Şimdi kaybolda sen. Sür getdin. Qabağa verdim, oğlum. Qabağa ver. Oo, götürdüm bunları.